Salam, yeni videoya xoş gəldiniz. Bu iki videomuzda çox zor görünür, amma əslində çox asan olan bir inteqrasiyona baxırıq. Yəni inteqrasiyona birinci dəfə baxdığımızda, yəni belə deyir ki, bunu necə həll edə bilərəm? Nə edim deyə fikirləşə bilərsiniz. Sonra yazarsınız ki, bir dəqiqə baxın bunun cavabı sıfıra gedir, yox getmir. Onda başqa nə ola bilər cavabı? Tək-tək açım x-i, x-ə görə yaxşı, x-ə görə aşım 1602 dəfə aç. Sonunda nəticə var, nə görürsən, heç tapa bilmirsən. Amma bunun üçün daha praktik bir yol edəcəm və izahla, yolların hamısını izahla edəcəm. Əzbər istifadə etməyəcək. Çünki əzbər istifadə etsək, bir riyaziyyatçı olduğumuzu artıq sübut edə bilməliyik. Onun üçün daha ispatlı, daha düzgün bir yol idi. İndi bu inteqrala birinci olaraq bu inteqrala deyə bilərəm. Bir də ix inteqralı deyə bilərəm. Yəni, baxdığınız anda bu integral olsun, ix inteqralı. ix inteqralı. Bu nə deməkdir? Niyə bunu öyrədim? Yəni, dəyişdik, hiçbir şey dəyişmədi, düzdür. Amma hesablamalarda qırmızı dəyişir. İndi məsələn, x götürdüyüm deyək burada, cavabı. Bunu mənfi x-ə götürsəm, ix də mənfi x olar. Hətta bir yerine qoysam, mənfi qoysam müsbət çıxar üstündə. Çünki bu mənfi də qoysam, müsbət də qoysam, kvadratda müsbət edir. Amma burada da cüt dərəcədən olduğu üçün üstü müsbət edir. Deməli nədir bu? Cüt funksiyadır. Cüt funksiya olduğu üçün necə yazırıq bu integral səhətlərdir? Məsələn, integral verir mənfi a-dan a-ya. İntegraldakı içərisi cüt funksiyadır. Onda qabağında 2 integral sıfırdan sonsuza e üstündə mənfi x kvadrat x üstündə 1602 dx. Niyə belə oldu? Əgər mən mənfini qoysaydım, mənfini qoyduğum üçün buradan bir mənfi çıxardı. Sərhədləri dəyişdirəcəyim üçün yenidən əvvəlki halına gəlib çıxacaqdı. Yəni gördüyüm kimi integral eyni idi. Eyni integral olduğu üçün iki şəklində bunu da yaza bilərəm. Burada bir dəyişiklik olmur. İndi deməli x integralımız 2 dənə bu integrala çevrildi. İndi buradan çox da irəli getmədən belə bir şey yazaq. Biz bundan əvvəlki dərslərimiz var idi mənim. Bu dərslərdə belə bir şey yazmışdım ki, Laplace'ın integralları. Laplace necə həll edir? Çox fizika üçün çox önemli bir integrallar idi bu integrallar. Laplace integralının birini yazaq. Laplace x üstündə n. Yəni buna görə x üstündə n nədir? İntegral sıfırdan sonsuza e üstündə mənfi st x üstündə n, x üstündə yazmış, böyle x koymadım. X dx. Bu integrallar tek birinci x'ten başlayıp yerine 0 koyup 1 koyup sonra bu seriyanı devam ettirip böyle bir cevap alırlar. N faktorial bölünsün s üstündə n plus 1. Yani tek koyup verebilirdik veya da şu benim kanalımda bu dersin izahı var Laplace teoremine bağlı. Şimdi burada eğer s'i 1 götürsək, s getdi 1'ə, cevabımız n faktorial var. Biz bu n faktoriala böyle n yerine 1 koyduğumuz funksiyaya deyirik ki gamma 1 n plus 1. Bu gamma funksiyası adlandırılır bu funksiya. Bu da var kanalda izah olarak. Şimdi bunu niye böyle götürmüş olduk? Bunu götürdüğümüz anda artık içeride n plus 1 bölü 2 olsa bile cevap çıtığından dolayı hesaplamamız daha rahat olur. n plus 1 niye yazdık? Aslında bu n plus 1 minus 1 şeklinde olur gamma funksiyasında. Eğer burası s1'dirsə, n plus 1 götürülür, çıxaq 1 olur. Yani n plus 1, çıxaq 1 veya n minus 1 formatında olması gerektir ki bu gamma funksiyasına bənzəsin. Başman gamma funksiyasını da bənzədə bilərəm. Gördüğünüz kimi gamma funksiyasını bir de buradan təmiz aydın yazsam, n plus 1'imiz beraber olmalıdır. Sıfırdan sonsuza e üstündə mənfi x, x üstündə n plus 1 minus 1 dx. E üstündə mənfi x olmalı. Baxdığımız anda burada bu integral formatı sabit olduğuna qəbul etsək, yəni ancaq bu integraldan gedir söhbət. Onda burası bir də dəyişsə də, bunun üstü artsa da bu x kvadrat artıq burada sabit olaraq qalmış. Bunu dəyişdirmirik deyə. Bu qalxa bilər, amma bu burada olduğu üçün qaldığı üçün integral formatı dəyişmir. En üstündən gedər. En üstündən getdiyi üçün nə edə bilərdim? O zaman bu x kvadratına aid birinci x kvadratını bu x şəklinə sala bilsəm. Onda x kvadratına bir t deyirəm. T. Eyni şəkildə x də kök t olmalıdır. Və bunun diferensiyalını alsam, buradan diferensiyal dt bölünsün kök altında, 2 kök altında t'dir və yaxud da ki dx yerine dx kvadratını yerləsəydim 2x dx bərabər dt, x də ki kök t olduğundan dx'imiz dt bölü 2x, x də ki kök t bu şəkildə tabilərdir, yəni eyni şeydir. Gətirdik bunu yazdığım integralımızı yerində bırak bunları, istifadə ilə integralın yerində. İntegral ix integralıydı. X artık t'ye çevrildi. Beraber integral 2 qabaq değil, sıfırdan sonsuza. Şimdi x kvadratın yerine yazdığımız için e üstündə
menfi x kvadrat yerine t artık x'in yerine de t üstünde 1602 idi. X'in yerine kök altında t koyduğum için 1602 bölünsün 2 801. Burada da dt yerine 2 kök altında aha. Buradan da yazırıq 2 kök altında t ve baxdan da bir dt'ye dt. İntegral formatında bir de baxaq. Burada 2 var. Bu 2 ile bu 2 sadələşdi. İntegral sıfırdan sonsuza t üstünde menfi t üstünde 802 minus 1 bölü 2 minus 1. Niye 1 bölü minus 1 yazdım? Çünkü buradaki integral formatına hoşlasın diye. Yani menfi 1 var idi. Buradan götürdük yine gamma n plus 1 oldu. Burada ne olur onda? Gamma n plus 1'den de ki 802 minus 1 bölü 2 şeklinde oldu. Şimdi bu integral formatında ben qana funksiyasını ve seviyorum. Ben burada ne faktöriyel şeklinde yazdım. Çünkü faktöriyeldə 1 bölü 2'ni tam olarak qeyd edə bilmirik. Onun yerine buna gamma 801 tam 1 bölü 2 0.5. Şimdi bunun tehdiyatına başlayalım. Yani bunun normal çıxarmış üstü var. Onun yerine ben yol yazsam daha sınıf elverişli olar. 801 1 bölü 2 beraber. Birinci həmişə baktığımızda gamma n plus 1 n faktöriyeldir. Gamma n minus 1 faktöriyeldir. Yani her defa n vurulsun gamma n beraber n faktöriyel, n vurulsun n minus 1 gamma n minus 1 her şeysindeki n'isi beraber yine n faktöriyel. Deməli bunu plus 1 şeklinde yazsam gamma 800 1 bölü 800 tam sonunda 5 plus 1 beraber 800 tam 1 bölü 2 gamma 800 1 bölü 2. En şekilde bu devam ettirsem yine bunu devam ettirsem sonra ne olur? 800 1 bölü 2 799 1 bölü 2 nokta vur. Ahırda ne çıktı cevap? 1 tam 1 bölü 2 bir de 1 bölü 2 gamma 1 bölü 2. Sənə 1 bölü 2 qalana qədər. Tam sağlaş. 1 bölü 2 artıq çıxabilmir. Bu onu göstereceğim neyse o. Şimdi 2 buradan 2'ni vurun 800'e 1601 burada 1599 hem işçi azalır 1597 95 o şekilde gelir. Yani necə 2k minus bir şekilde hərəkət edir. Hara qədər hərəkət edir bu 2k minus 1 yerine 801 qoyanda 1601 edir. Yani axırda 1601 alınmalıdır ve 1599 alınmalıdır. 1601'den niye səhv hesabladım bəyəm? 1601, 1599, hə 1601 olması üçün də 801 olması lazımdır bu yerində. Deməli bu vurma işarəti var riyaziyyatda. Bu vurma işarətində k1-dən 2k minus 1'e burada da 801 bölünsün. Burada 1 2 var. 1 2 3 800'den 1'den bu tarafa doğru 800'lere 1 var, 2 var. Aynı şekilde burada da 1 bölü 2'nin bir tane ikisi var. Onda 2 üstünde 801 rahat. Yani ezbere ihtiyaç yoktur. Zaten buradan çıxır riyaziyyatdan. Qabaqda da gamma 1 bölü 2. Bəs bu hesablanır. Onu da buradan hesaplayayım. Gamma 1 bölü 2 beraber integral sıfırdan sonsuza üstünde menfi x. X üstünde 1 bölü 2'de bir de çıxmaq lazımdır üstünden. Menfi 1 bölü 2 x. Aynı şekilde buna mən eğer desem ki x kök x beraber veyahut da ki x beraber t kvadrat desem o da kök x de t olmalıdır. Onda x de ne olmalıdır? Dx de ne olmalıdır? 2t dt şeklinde olması lazımdır. İntegral sənədi dəyişimi sıfırdan sonsuza e üstünə mənfi t kvadrat. Burada yatırıp yerine t x'in yerine yattım koydum. Nereleri kök altında t üstüne menfi 1 vurulsun t dt kök altında t. Bir de bir problemi var burada. 2x dx bir de aşağıda silelim. Samsung get one. İntegral hesaplayanda aşağıda bir səhv oldu desem. Şimdi x'e bu kök altı 1 bölü kök altında x olmuş oldu. X beraber t kvadrat dediğimiz an yukarıdan değiştirdim aşağıdan da 1 bölü t. Aha diyelim burada 1 bölü t var burada.
1 bölü t, 1 bölü t. Bu t ile bu t getdi, integral oldu. Bir de yanında 2 var idi. 2'ni bu tarafa atıram. 2 integral sıfırdan sonsuz b üstünde mənfi kvadrat dt. Bu da videonun izahı var idi. Bu kök pi bölünsün 2 idi. 2'ye varanda da kök 1 Gauss integralından çıxan nəticə idi. Onda cavabımız vurma işarəti, faktorialın əslində işarəti vurmanı göz təmsil edir. Sigma notation funksiyasının bu vurma versiyonudur. 2k minus 1, bunu da belə bağlayaq ki, tam yaxşı görsənsin. Aha. Aşağıda 2 üstündə 801, qabağında da kök pi. Bu da integralın yekun nəticədəki cavabıdır. Mərəsində integral görünüşü çox çətin görsənir birinci dəfə, amma aldığımız cavab da çətindir əslində, amma yenə tapdıq. Çox da böyük bir yol getmədik. Əgər kanalda belə video görmək istərsiniz, belə izolətli formatda görmək istərsiniz, kanala abunə ola bilərsiniz. Sağ olun.